Hazreti Fatimə Peyğəmbərin huzuruna daxil olanda rəhəbə biha Peyğəmbər qarşılayardı Həzrət Fatiməni, ona xoş gəldin deyərdi və qamə iləyha, durardı Həzrətin ayağına. Qamə iləyha, yəni ehtiram əlaməti olaraq Həzrətin ayağına qalxardı, onu qarşılayardı və nə iş görərdi Peyğəmbər? Fəəxəzə biyədiha fəqəbbələha. Həzrət tutardı Fatimənin əlindən və əlindən öpərdi Həzrət Fatimənin və əcləsəha fi məclisihi və onu öz əyləşdiyi yerdə əyləşdirərdi. Ana qurbanım olur, qalmışam xoş gün əsrət, ana qurbanım olur, anasızlıq nə çətindir, sən özün görmüş idin, niyə qoydun məni nalan, niyə qoydun məni nalan, Xanım ana Zəhra elə bir qurbanım olur. şəxsiyyətdir ki, Allah Mütəal hədis-i qüdsüdə Peyğəmbərə xitab edərək belə buyurur: Ey mənim Rəsulum, ləvləkə ləmə xələqtul əflaq. Ey mənim Peyğəmbərim, ya Muhammed, əgər sən olmasaydın, mən bütün fələkləri, yeri göyü, bu aləmi yaratmazdım. Və ləvlə aliyyun ləmə xələqtu. Əgər Əli əleyhissalam olmasaydı, səni də xəlq etmirdim. Və ləvlə Fatimə ləmə xələqtu. Əgər Fatimə də olmasaydı, Hasan Ali sinədə vay deyir cavan ana, Hasan Ali sinədə vay deyir cavan ana, Hüseyin deyir sinəsi ləxtə Eyni zamanda səfərdən qaydanda hər hansı bir cihada getmiş olmuşsa, səfərdən qaydanda birinci dəfə gələrdi məscidə, 2 rəkət namaz qılardı. Namazı qılandan sonra gələrdi Fatimə-i Zəhranın evinə, birinci dəfə Fatimə-i Zəhraya baş çəkərdi. Ondan sonra öz zövcələrinə, öz xanımlarının evinə göstərir. Belənə ictimaiyyətə göstərir. Ya Rəsulallah, qəlbim darıxdı, küsdü övündən, dildarim öndü. Zehrasız Yesrim zindana benzer. İzlin Ali, Yar Ali yarın aparır. Tapşıra qəbr evinə qüssəli dildarı gecə. Elə qan etdi Əlinin ürəyin şiddəti qəm, 2 gözlərdən ürək qanı olub cari gecə. Üz qoyur gizlin olan qəbrə pərişan əhval, gətirir xatir qəmbarına mismarı gecə. Yıxmadı cəngidə saysız yaralar Mövlanı, yıxmadı cəngidə saysız yaralar Mövlanı, yıxdı Zəhra ölümü, Yəlda desən amandır, Zehraya hər öldü, qurban olum nə var et, misdaq Kevser